artıq bir il ərzində bu qədər inkişaf eləməyi ancaq dadlı bacarardı. Düz bir il bundan qabaq biz bu layihəni başlayanda burada yalnız şirniyyat var idi. Amma bugünkü gündə mən Ağdaşa gəlmişəm və dadlıya şirniyyat yemək üçün gəldim. Çox gözlənilməz və gözəl bir mənzərə ilə rastlaşdım. Artıq dadlı şirniyyatın özünün freşləri var, özünün kokteylləri var. İstənilən növdə freşlər hazırlanır burada. Yəni bura Bakıdan və mərkəzdən heç də fərqlənmir. Odur ki, yolunuz Ağdaşa düşürsə, mütləq dadlıya gəlin. Ağdaşa gəlib dadlının şirniyyatlarını dadmamaq məncə bir günah olardı. İllər öncə bu layihəni hazırlayanda bəlkə də ağlıma gəlməzdi ki, ha vaxtsa bura gələcəm və bu şirniyyatlardan dadacağım və bugün gördüğünüz kimi Ağdaşdayam, dadlı şirniyyat evindəyəm və yazıldığı kimi süfrəmiz hər zaman dadlı olsun. Hal-hazırda süfrəmiz çox dadlıdır. İndi dadlı təamlardan dadıb sizə daha bir video çəkəcəyik. Amma əminəm ki, burada hər şey yüksək səviyyədədir. Odur ki, əgər yolunuz Ağdaşa düşürsə, mütləq dadlıya gəlin. Bu dadı dadmağa dəyər.